İndi isə keçək biz bankımıza qoyaq. Banka qoymaq üçün nə edirik? Bank hesabına, yəni bank olan yazıya daxil oluruq. Burada hesablaşma hesabına daxil olma var ki, ona daxil oluruq və daxil olduqdan sonra əlavə etmək var. Onu yenidən daxil oluruq və yenidən bizə sual verir ki, bu pul hardan gəlir? Görürük ki, burada təsisimizdən yoxdur. Ona görə də biz digər mədaxili seçib OK düyməsini sıxırıq və belə bir pəncərə açılır. Qeyd etdiyimiz kimi bizdə burada uçot hesabı avtomatik olaraq detay hissəmizə 223 verir. 223-ümüz də bildiyimiz kimi bizim bank hesabımızdır və KT hissəmizə mütləq şəkildə biz 302-ni yazmalıyıq ki, yəni nizamnamə ödənilməmiş hissəsindən bu azalsın. KT hissəsindən azalaraq detay hissəsində, yəni bank hesabımızda artsın pulumuz. Və avtomatik olaraq gördüyümüz kimi bizim burada bank hesabımız çıxdı. Əgər istəsəz bu bank hesabını dəyişə də bilərsiniz. Bizim hal-hazırda bank hesabımız AZN-dir. Yəni AZN ilə açdığımız, birinci səfər açdığımız bank hesabıdır. Ona görə də burada qalıb. Yox, əgər istəməsiniz bu hesabı otursun, biz bunu əlavə etməklə bank hesabımızı dəyişə bilərik. Biz indi dəyişmirik. Bura əlavə edəcək və digər kontragenlərdən əlini seçirik ki, bizim əlimiz, yəni təsisimizlə müqaviləmizdə avtomatik olaraq düşsün. Və görürük ki, burada Unibank forması da düşdü. Yəni o əlinin bank hesabıdır və o müqaviləsidir. Əgər biz onu düzgün seçməsək, kontragenimizi bura düşməyəcək müqaviləsi. Ona görə də hesab nömrəsi də düşməyəcək. Ona görə də mütləq şəkildə kontrageni düzgün yazmaq lazımdır. İndi isə məbləğə gələk. Yəni deyək ki, bu nə qədər məbləğ versin, yəni bank hesabını otuzdursun, bank hesabını otuzduracaq. Və artıq bura biz yenidən kontragenimizin müqaviləsini daxil etməliyik. Gördüyümüz kimi bura avtomatik düşmədi, özümüz qeyd edirik. Yəni eyni prosedurla və pul vəsait hərəkətini daxil etməliyik ki, yəni bu pul hardan gəlir? Biz bura nizamnamə kapitalını yazırıq ki, yəni nizamnamə kapitalı qoyuluşudur. Ödəniş təyinatını mütləq şəkildə qeyd etməliyik. Yazırıq ki, təsisçi tərəfindən bank hesabına 35.000 AZN pul qoyuluşu. Bunu kopya eləyib şərh hissəsinə də yaza bilərik. Kopya eləyib PS eləyib bu hissəsinə, yəni vaxtımız getməsin. Olan mütləq şəkildə tariximizi dəyişmək lazımdır ki, biz gələcəkdə onu düzgün alış-satış edə bilək. Və bu şəkildə artıq qeyd etdik, tariximizi də dəyişdik, təsisimizin də müqaviləsini daxil etdik və ən əsası da kredit hesabımızı, yəni kontur hesablarımızı. Və artıq heç bir şey dəyişiklik etmədiyimizə görə OK düyməsini sıxa bilərik. Yenidən qeyd etdiyim kimi mən bunu qeyd edəcəm. Yəni bu hissəyə toxunaraq yaddaşa verdim. Yəni gördüyümüz kimi yuxarıda yazıldı, qeydiyyatdan keçdi. Və indi gəlirik DTKT hissəsinə baxırıq. Görürük ki, bizim 223-ümüzdə bank hesabımızda bizim nə qədər məbləğimiz artıb? 35.000-imiz artıb və 302-miz də azalıb. Kim tərəfindən qoyulub? Təsisçimiz tərəfindən. Hansı bank hesabımıza qoyulub? Paşa bankımıza. Yəni nizamnamə kapital qoyuluşudur. Yenidən formalaşdıraq. Görək bu həqiqətən də artdımı? Görürük ki, bizim həqiqətən də bank hesabımızda 35.000-imiz artdı. Yəni DT hissəmizdə dövr ərzində 35.000 pul qoyuluşu olub və dövrün sonunda da hələ ki 35.000-imiz var. Yəni azalma yoxdur. Amma burada 302-mizdə baxsaq, görürük ki, artıq 302-mizdə dövriyyə ərzində 40.000 oldu və 10.000 elə bir sonda 10.000 dövriyyəsində qalıb bank hesabında. Amma 40.000 isə azalma oldu. 50.000-dən 40.000-imizi biz bildiyimiz kimi dedik ki, 5.000-imizi kassamıza qoyduq, 35.000-imizi bank hesabımıza qoyduq və sonda 10.000-imiz hələ ki qalıb. İndi biz 10.000-i avadanlıq alacağıq, ofis avadanlıqları və s. kimi və orada artıq
biz 302-mizi bağlayacağıq, tam şəkildə şirkətimizi dövrəyə buraxacağıq.